İzah yarıda kəsildi, inkizah. Çünki mən danışdım, amma baxdım ki, izah yarıda kəsilibdi, video dayanıbdı. Bir hissəsini danışmışdım, indi bilmədim harada qalmışıq. Gəlin indi davam edək. Deməli, azaltma dərəcəsindən danışırdıq. Aha. Yəni bu azaltma dərəcəsindən söz vasitəsilə yaranan azaltma dərəcəsi sintaktik yolla yaranmış azaltma dərəcəsi hesab olunacaqdır. Deməli, sintaktik yolla yaranan azaltma dərəcəsində iştirak edən sözlər açıq, açıq, kəm, təhər. Bunlar söz vasitəsilə sözlərdir. Görürsünüz, sözlər olduğu üçün bunlar sintaktik yolla. Əgər şəkilçi olsaydı, morfoloji yolla hesab olunardı. Açıq, kəm, təhər, az və ala. Bu sözlər vasitəsilə azaltma dərəcəsi yaranır. Aha. Açıq sözü dedik ki, daha çox renk bildirən azaltma dərəcəsi yaradır. Kəm kiçik yazılır və dərəcələrin hər biri həm azaltma, həm çoxaltma şəkilçilərdə ilə sözlərdə yalnız və yalnız sifətə qoşulur. Kəm şirin, təhər, az təhər yox, kəm şirin, təhər, məsəl üçün qırmızı təhər ola bilər bu, şirin təhər, aza aid desək, məsəl üçün az şirin, az dadlı, ala, bu da defislə yazılır. Ala çiy, ala yarımçıq, hər biri görürsünüz ki, sifətə qoşulur. Ala çiy. Bu sayılır azaltma dərəcəsi. Amma alagöz sözü var dilimizdə, alagöz. Bu isə adi dərəcə sayılacaq. Niyə? Çünki həm ayrı yazılıb, daha doğrusu defislə yazılmayıbdır, həm də göz ismə qoşulubdur. Sifətə qoşulanda dedik ki, dərəcələr, deməli, sifətə qoşulanda bu sözlər, şəkilçilər o zaman dərəcə əmələ gətirir, yəni sifətə qoşulmalıdır mütləq. Belə, kəm kiçik yazılır, kəm şirin, açıq dedik ki, defislə yazılır, sonra təhər kiçik yazılır, az ayrı yazılır, az şirin, az dadlı. Ala isə defislə yazılır. Ala çiy, ala yarımçıq. Bunlar isə defislə yazılır. Azaltma dərəcəsi normaldan az olduğunu göstərir. Çoxaltma dərəcəsi isə normaldan artıq olduğunu, normaldan daha çox olduğunu göstərir. Bəs bunlar, azaltma dərəcəsində morfoloji üsul qaldı. Onu da toxunam bir dəqiqə, sonra qayıdaq çoxaltma dərəcəsinə. Morfoloji yolla olanlar isə dedik ki, şəkilçilərdir. Bunlar hansılardır? Deməli, ımtıl, ımtıraq, sov, şın, raqrək. Bunlar isə sintaktik yolla, daha doğrusu morfoloji yolla yaranan azaltma dərəcəsidir. Bunlar bu şəkilçi vasitəsilə yaranan sözlər isə, məsəl üçün, sarımtıl. Sarımtıl. Sadə söz olur və sözün kökü olur elə. Yəni şəkilçi kimi, yox, estağfurullah, sarı sözün kökü olur, ımtı artıq qrammatik şəkilçi gedir. Amma çoxaltma dərəcəsində olan, məsələn, nə deyək, qıpqırmızı. Qıpqırmızı, alın buna getir, qıpqırmızı. Bu isə artıq birbaşa kök hesab olunur. Belə, bu qrammatik olur, ımtıl. Bu şəkilçilərin hər biri qrammatikdir. Imtıldır, ımtıraqdır, sovdur, şındır, raqdır. Dərəcə şəkilçiləri hər biri qrammatik şəkilçi sayılır. Amma çoxaltma dərəcəsində gördüyümüz m, p, r, s, bunları artıq biz şəkilçi kimi yanaşmırıq. Elə kökün tərkibində gedir, formada da götürürük. Çoxaltma dərəcəsində deməli var yenə morfoloji, sintaktik, morfoloji üsullar olanlar. Elə bu m, p, r, s bu samitlərdən yarana bilər. Morfoloji yolla. Düm hissəciyi vasitəsilə yaranır, məsəl üçün dümağ. Amma sintaktik yolla yarananlar artıq başqa sözlərdir. Məsəl üçün tünd, çox. Bunlar isə artıq, tünd neymiş, tünd. Sintaktik yolla yarananlardır və çoxaltma dərəcəsində bəzi ədədlərimiz var da. Lap, daha, çox, çox yazdıq da, olduqca.
olduqca. Bu ədatlar vasitəsilə yenə bizim çoxaltma dərəcəmiz yaranır. Olduqca. Aha. Və gəlin bunlarda da yazılış qaydasına baxaq. Yenə tünd. Əgər tünd xasiyyət sözü var dilimizdə. Baxın. Tünd xasiyyət. Xasiyyət. Bu söz sizcə sayıla bilərmi? Çoxaltma dərəcəsində olan. Xeyr. Çünki həm məzmunca uyğun gəlmir, həm də ki, xasiyyət ismə qoşulubdur. İsmə. Amma biz dedik ki, sifətə qoşulmalıdır. Və tünd sözü də yenə açıq sözü kimi mütləq rəng bildirən sifətlərə qoşulur. Məsəl üçün, başqa bir sifətə qoşaq da, tünd xarakterli sözü olsun. Tünd xasiyyətli. Yenə bunlar çoxaltma dərəcəsi sayılmayacaq. Rəng bildirənə qoşulmalıdır. Tünd qırmızı, tünd qara, mütləq rəng bildirən sözlərə qoşulmalıdır tünd sözü. Tünd defislə yazılır. Məsəl üçün, tünd qırmızı, tünd yaşıl. Amma çox ayrı yazılır. Məsəl üçün, çox ayrı yazılır. Məsələn, deyək ki, çox yaxşı qızdır. Burada artıq çox ədat olacaq və çoxaltma dərəcəsində iştirak etmiş olacaq. Ən də onun kimi yenə ayrı yazılır. Ən yaxşı qız. Lap sözdə ayrı yazılır. Daha da ayrı yazılacaq. Olduqca. Bunların hər biri ayrı yazılır. Bitişik yazılan bir dənə m, p, r, s, bir də düm hissəciyi bitişik yazılır. Belə, bu da oldu çoxaltma dərəcəsi. Gəlin keçək əsas nəyə? Sifətin isimləşməsi. Sifət isimləşən zaman öz morfoloji xüsusiyyətini itirmir. Yəni, sifət isimləşibsə, yenə sifət olaraq qalır. Biz ona cümlə üzvü kimi ola bilər ki, təyin olmur. Ola bilər ki, sifətin sualına cavab vermir. Amma əgər sifət isimləşibsə, mütləq morfoloji əlamətini qoruyub saxlayır. Yəni, yenə sifət olaraq qalır və dərəcə əlamətini itirmir. Əgər dərəcəsi varsa, onu saxlayır. Məsəl üçün, deyirəm ki, qırmızı kitab aldım və biz bunu isimləşdirsək, qırmızı kitab deməyim də, qıpqırmızı məsəl üçün almalar aldım. Qıpqırmızı alma aldım məsəl üçün. İndi biz onu isimləşdirsək, qıpqırmızılarını aldım. Gördünüz, isimləşdirdim. Amma yenə özündə o dərəcə qaldı. Qıpqırmızılarını seçdim. Onların qıpqırmızılarını seçdim. Yenə qıpqırmızı sözündə, yenə o p oradan düşmədi, qaldı. Deməli, yenə dərəcə əlamətini saxladı. Qıpqırmızı meyvə aldım. Və yaxud da deyirəm ki, qıpqırmızılarını seçdim. Qıpqırmızılarını seçdim. Qıpqırmızılarını seçdim. Seçdim. Nəyi? Qıpqırmızılarını. Tamamlıq oldu. Tamamlıq olubsa deməli isimləşibdir. Həm də sualından bilirik. Nəyi sualına cavab verdi? Deməli isimləşib. Amma öz morfoloji əlamətini saxlayıbdır. Və dərəcə olaraq yenə qalıbdır. Qıpqırmızı, p dərəcə əlamətini saxlayıb. Əgər sifət isimləşərsə, gəlin indi baxaq. Sifət isimləşəndə əsas qaydaları hansıdır? 1. Öz sualını itirir, ismin sualına cavab verir. Yəni, kim, nə? Sualına cavab verir. Məsəl üçün deyirik ki, elə bayaq dediyimiz qıpqırmızılarını aldı. Nəyi? Qıpqırmızıları. Görürsünüz ki, nəyə sualı? İsmin sualıdır. Və yaxud ki, cavanlar daha aktivdir. Aktivdir. Kim? Cavanlar. Cavan əslində nədir? Cavan isimdir də. Cavanlar aktivdir. Aktivdir. Kim? Cavanlar. Mübtədə oldu və kim sualına cavab verdi. Deməli, isimləşən zaman sualını qoruyub, sualını itirir, ismin sualına cavab verir, sualını yəni qorumur. İkinci qayda bəs nə olur?
İkinci qayda kimdən sualına cavab verir, öz sualını itirir. İkinci qayda təyin olma xüsusiyyətini itirir. Artıq təyin olmur. Bayaq dedik ki, qırmızı meyvələr aldım. Qırmızı. Necə meyvə aldım? Qırmızı. Orada təyin idi. Artıq isimləşəndə təyin olma mövqeyini itirir. Artıq mübtəda, xəbər hər iki halda ola bilər. Əslində bunu yazmayım. Mübtəda və tamamlıq olur. Mübtəda və tamamlıq olur. Bayaq dediyimiz cavanlar daha aktivdir. Cavanlar ki, mübtəda oldu. Qırmızılarını aldım. Nəyi? Qıpqırmızılarını. Burada da artıq yenə isimləşmiş sayılır. Çünki nəyi sualına cavab verdi və tamamlıq olur. Nəyi, kimi, nəyi sualına, haranın sualına cavab verəndə tamamlıq olur. Kimlə, hara sualına cavab versə olacaq da mübtəda. İkinci qaydamız da bu oldu. Deməli, bir qayda sualını itirir, kimlə sualına cavab verir. İkinci qayda təyin olma funksiyasını itirir və mübtəda tamamlıq olur. Amma morfoloji əlamətini itirmir. Yəni, yenə sifət olaraq qalır. Biz ona isim deyə bilmərik. Sifətdir, sadəcə isimləşibdir. Bəs isimləşən zaman ismin bütün xüsusiyyətlərini qəbul edirmi? Gəlin ona da baxaq. Hansı xüsusiyyətlərini qəbul edir? Bayaq saydıqlarımız itirdiyi xüsusiyyətlərdir. Gəlin indi qazandıqlarına baxaq. Düzdür, mübtəda tamamlıq rolunu qazanır, bayaq dediyimiz sualları qazanır. Başqa nə qəbul edir? Əgər isimləşən zaman nə qəbul edir? Baxaq. Deməli, hal şəkilçisi qəbul edə bilir ismin hallarını. Hal, cəm, mənsubiyyət, xəbəri şəkilçisini qəbul edə bilir. Amma nə ola bilməz? Bəs, nə ola bilməz? Məsələn, isim kimi mücərrəd və konkret ola bilməz, ümumi və xüsusi ola bilməz. Artıq bu xüsusiyyətlərini qəbul etmir. Bu xüsusiyyətlər yalnız və yalnız ismə aid olur. Yəni, sifət isimləşən zaman konkret və mücərrəd ola bilməz, ümumi, xüsusi ola bilməz. Bu da belə. Burada bir dənə nəyə fikir verin? Sifətin xəbər olmanı. Əgər sifət xəbər olubsa, öz sualını qoruyub saxlayırsa, yəni necə, nə cür sualını qoruyub saxlayırsa, bu zaman sifət isimləşməyibdir. Məsəl üçün deyirəm ki, o, nə deyək? O çalışqandır. Çalışqan. Xəbərdir da, çünki xəbər şəkilçisi qəbul edib. Kim o? Xəbərdir. Amma necə sualına cavab verir? Necədir? Çalışqandır. Necə sualına cavab verdiyinə görə burada biz deyə bilmərik ki, sifət isimləşibdir. Amma desəm ki, nə deyək, orada artıq isimləşmiş olsun. Əgər desəm ki, məsəl üçün, gələn qocadır. Bir insanı nəzərdə tutub göstərsəm ki, gələn qocadır, yəni və yaxud da ağsaqqaldır. Hörmət xatirinə bəzən ağsaqqal gəldi deyirlər. Yəni insan göstərmək mənasında, onun o zahiri görkəmi mənasında yox. Gələn qocadır. Kimdir? Kimdir sualını verə bilirəmsə. Kimdir sualını versən, bu zaman artıq deyə bilərik ki, isimləşibdir. Yəni əsas qayda nədir? Sualına baxmaq. Əgər öz sualını qoruyub saxlasa, isimləşmiş sayılmır. Öz sualını qoruyub saxlasa, deməli, o zaman artıq öz sualını qoruyub saxlayıbsa, isimləşmir. Öz sualını qoruyub saxlamasa, ismin sualına cavab versə, o zaman artıq isimləşmiş sayılır. Bu qədər.